Yayın isti günlərində səhərin yeyilən, sevilən desertlərdən biri sayılan Oreo'lu Magnolia reseptini 1 dəqiqəyə öyrənəcəksən. Restoranımızda müştərilər üçün də bu üsulla hazırlayıram, indi onu sizlərə təqdim edəcəm. Tam yağlı südün üzərinə 2 qaşıq un, nişasta, yumurtasını, vanilin vurandan sonra, bu qəndqabıdan bizdə də var deyilən həmin o qəndqabının ağzını açıram, şəkər tozu da əlavə eləyəndən sonra başlayıram ventiklə yaxşı-yaxşı qarışdırmağa. Çalış ki, dibi yapışmasın və gözləməlisən ki, qatılaşsın. Tam da qatılaşmanı gözləmə, qaynara ki, düşdü, zəif temperaturda qoy qırağa. Üzərinə 2 xörək qaşığı da qaymağı əlavə edəndən sonra başlayırıq yenə də qarışdırmağa. Mən həmişə bunu daha da qüsursuz və nöqsansız olmağına görə blenderdan keçirdirəm. Oreo ən sevdiyim. Bu Magnolia'ya necə də yaraşmasın. Rondodan falan keçirmirəm. Gördüyün kimi paçkanı belə əzirəm. Desert qabının alt hissəsindən döyülmüş Oreo'nu üzərinə də Magnolia əlavə edəndən sonra peçenyenin də biraz tozundan da əlavə edirəm. Bir yanda Oreo qoyuram üstünə. Soyuducu da özünü tutandan sonra nuş edirəm. Hazırlayacaq olan hər kəsə nuş olsun dostlar. Sağ olun, Allah əmanət.